ilin fevral ayının sonlarında baş verən qanlı hadisənin təqsirkarına cəza verilib. Söhbət Suraxanı rayon polis idarəsinin rəis müavini və onun güllələnərək ağır yaralanması və başqa 2 nəfərin öldürülməsindən gedir. Bu 4 nəfəri vuran isə 1 nəfərdir. Əvvəllər məhkum olunmuş Gülağa Lətifov. İzləyək. Bakı Ağır Cinayətlər Məhkəməsində polis rəisinin müavini və onun oğlunu güllələyən Gülağa Lətifovun məhkəmə prosesi başa çatıb. Prosesdə hökm oxunub və təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilib. Bu ilin 23 fevral tarixində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında həmin qəsəbə sakini əvvəllər məhkum olunmuş Gülağa Lətifov münaqişə zəminində qonşuları Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayeva və Asif Nəzərova odlu silahdan atəş açıb. Daha sonra Lətifov hadisə yerindən qaçıb. Fərid Qədirov aldığı xəsarətlərdən dünyasını dəyişib. Digər 3 nəfər isə xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı Gülağa Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndələri tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparmağa başlayıb. Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olub və yaranmış münaqişədə Lətifov avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb. Hadisə zamanı güllə yara salan Akif Nəzərov Suraxanı rayon polis idarəsinin rəis müavinidir. Digər yaralı rəis müavininin oğlu Asif Nəzərov isə Sabunçu rayon polis idarəsinin 12-ci polis bölməsinin əməkdaşıdır.